Əziz və dəyərli qardaşlarım, siz bilirsiniz ki, Heydər məscidində qılınan vəhdət namazları dünyanın heç bir yerində bu formada mövcud deyil. Bunu sizin sayənizdə, sizin dəstəyinizlə biz həyata keçirdik və bu nümunəni iftixarla onun üçün deyirik ki, Səudiyyə Ərəbistanında belə, Məkkədə, Mədinədə belə vəhdət namazları qılınırsa, qarşıda imam ancaq yalnız və yalnız əhl-i sünnət imamı dayana bilər. Və yaxud dünyanın hər hansısa ölkəsində, ölkəmizin digər yerlərində vəhdət namazı qılınırsa, qarşıda imam ancaq şiə dayana bilər. Cəfəri məzhəbindən məxsus olan imam dayana bilər, qarşıda isə sünni və şiələr dayana bilər. Amma bu nümunənin içərisində olduğunuz üçün vaxtın da darlığını nəzərə alaraq, nümunə əməlimiz göz qabağındadır ki, burada bir cümə əhl-i sünnət imamı qarşıda dayanır. İmam dəyişir, növbəti cümə insanlar dəyişmir. Bəs dəyişən kimlərdir? İddialı olub İslamda, imanda, Qur'anda, sünnətdə daha öndə olurmuş kimi görsənib, amma İslamdan, imandan, Qur'andan, sünnətdən, Əhl-i Beytin yolundan xəbər olmayan insanlardır ki, bu cümələrdə bizləri tərk edirlər. Bunu tam əminliklə deyə bilərik. Həqiqi sevgi insanı, həqiqi iman əhli, həqiqi Qur'an əhli, həqiqi sünnət əhli, həqiqi Əhl-i Beyt yolunun davamçılarıdır burada olan insanlar. Çünki Qur'anın əmri vəhdət edin deyir. Qur'anın əmri, yəni Rəbbimizin əmri deyir. Allahın ipindən möhkəm yapışın. Bölünməyin, parçalanmayın. Dəyərli hacımız, mənim Hacı Hafiz qardaşım, mövzu o qədər genişdir ki, bir cüməyə sığdıra bilmədiyimiz üçün növbəti cümə də inşallah vəhdətdən danışacaqdır. Qardaşımın gözəl bir cümləsi var, buyurur ki, bölünməyə gəlsə kifayət qədər səbəblər tapıb, argumentlər gətirib bölünə bilərik. Amma gəlin birləşməyə, bizi birləşdirəcək o qədər dəyərlər var ki, Allah'ımız bir, kitabımız bir, qibləmiz bir, dinimiz bir, kifayət qədər birlərimiz var ki, biz o birlər ətrafında birləşək, Allah evlərində Allaha bircə üst tutaq. Bir də məntiqimizi işə salaq. Düşünün ki, Allah Resulü sallallahu aleyhi və səlləmin dövründə yaşayırıq. İndi biz xəyali olaraq bir Mədinə məscidinə gedək. Allah Resulü sallallahu aleyhi və səlləm sünni imamı olaraq qarşıda duracaq, namazını qılacaq. Səhabələr də sünni olaraq onun arxasında durub namaz qılacaq. Əhl-i Beyt imamları Həzrət Əli əleyhissalam, Həzrət Həsən əleyhissalam, Həzrət Hüseyin əleyhissalam, digər imamlar o dövrdə olmadığı üçün onlar da yaşamış olsaydı, onlar da gözləyəcək ki, qoy Peyğəmbər namazı qılsın, məscidi tərk eləsin, sonra biz keçək mehraba namaz qılaq. Təsəvvür etmək belə mümkündür.